Salam dəyərli abituriyentlər, sizi növbəti dərsimizdə xoş gördük. Mən Samir İmanov, ingilis dili dərsi ilə yenidən qarşınızdayım. İlk öncə sizdən xahişim, kanalımıza abunə olun, bizi izləyin, həm bizə dəstək olun, həm də digər abituriyentlərin bu dərslər qarşısına çıxması üçün şərait yaradın. İndi isə keçək mövzumuza. Mövzuya keçməzdən əvvəl xatırladım ki, əgər imtahana 1 ay, 2 ay qalmış surət qruplarına qoşulub surətli təşkil etmək istəyirsinizsə, bizim əlaqə vasitələrimizdən əlaqə saxlayın və dərslərimizə siz də qoşulun. Əmin olun ki, %100 qaranti ilə yüksək nəticə əldə edəcəksiniz. İndi isə mövzumuza keçid alaq. Bugünkü mövzumuz quantifiers, yəni kəmiyyət bölməsidir. Kəmiyyət ismin kəmiyyətini bildirən xüsusi bir nitq hissəsidir. Deyərdim ki, əvəzlik bölməsinin bir bölməsidir. Sadəcə əvəzlikdən öncə ismə daha çox bağlı olduğu üçün və ingilis dilində qurulan cümlələrdə və testlərdə daha çox istifadə olunduğu üçün biz kəmiyyət mövzusunu artikeldən sonra 3-cü mövzu olaraq izah edirik həm abituriyentlərə, həm də sizlərə. Kəmiyyət. Gəlin görək kəmiyyət nədir və harada istifadə olunur. Kəmiyyəti təbii ki, ilk öncə yaxşı bilmək üçün bunu xatırlamalıyıq. Nədir məsələ? Deməli, isim bölməsində biz ismin sayılan, sayılmayan, sayılan isimlərin tək və cəm formalarını keçdik. Bizə kəmiyyət bölməsində yenə də sayılan isimlər, countable, nouns və sayılan isimlərin eyni zamanda tək və cəm forması single, bir də plural formaları lazım olacaq. Bu iki kateqoriya. Üçüncü kateqoriya isə uncountable noun. Uncountable nouns sayılmayan isimlər bölməsidir və sayılmayan isimlər isə hər zaman təkdə olur, single və yalnız sayılmayan isimləri ifadə edən numerativ sözlər cəmlənə bilir ki, onlar da sayılan ismin cəm forması və yaxud da təkdə işlətdiyimiz zaman tək forması ilə veriləcək. Gəlin baxaq görək, bunları necə daha effektli öyrənə bilərik. Kəmiyyət sözləri adətən müxtəlif növ isimlərlə işlənir. Müxtəlif növ deyərkən, baxın, biraz əvvəl dediyim sayılan tək, sayılan cəm və sayılmayanlar isə hər zaman təkdə olur, sayılmayan isimlərin cəmi olmur. Bu baxımdan aşağıdakı kəmiyyət sözləri və onların işləndikləri isim növləri mövcuddur. Yəni, biz kəmiyyət sözlərin sadəcə, belə deyək də, qrammatika kitablarında kəmiyyət mövzusu keçəndə orada yalnız many, much, little, few və a lot of, bir də plenty of və salam. Amma biz xüsusi kəmiyyət belə deyək də, xüsusiyyəti daşıyan bütün əvəzlikləri burada izah edəcəyik ki, sizin üçün əvəzlik bölməsində də daha rahat olsun. Gəlin baxaq, ilk bölməmizdə nə var? One miqdar sayıdır və an artiklı biz keçən dərsimizdə vurğuladıq ki, an artiklı one sözündən törüyüb, elə an özü də bir deməkdir. Sonra gəlir each, mənası hər bir. Every, o da hər bir deməkdir. Either, heç bir, hər hansı bir mənasını verir. Neither, heç bir, another, başqa bir, the whole, bütöv. Bu gördüyümüz kəmiyyət sözlərinin özündən sonra yalnız və yalnız sayılan tək isim qəbul edir. Bu kəmiyyət sözləri yalnız sayıla bilən tək isimlərlə işlənə bilir. Misal üçün, nümunələrinə baxırıq. One car, car ola bilməz və yaxud da one oil deyə bilmərik, sayılmayan isimdir. Each question, hər bir sual. Each questions deyə bilmərik və yaxud da içi hər hansı bir sayılmayan isimlə işlədə bilmərik. Every student, hər bir tələbə, eyni şəkildə, yenə every ilə də one və içdə dediyim qaydada students olmaz və yaxud da every ilə sayılmayan isim olmaz. Every'nin digər bir xüsusiyyəti odur ki, isim əvvəlcədən xatırladılsa belə, every isimsiz işləmir. Every hər zaman isimdən işləmir. Each one ismi ifadə edəndə isimsiz də işlənə bilir. Either city, hər hansı bir şəhər ikisindən biri mənasını verir. Neither hotel, mövcud olan iki oteldən heç biri. Əgər otellərin sayı və ya ismin sayı 3 və daha artıq şəkildə verilirsə, biz orada neither işlədə bilmərik. Neither mövcud olan ikisindən heç birini ifadə eləyir. Another,
başqa bir, yəni istifadə etdiyin hər hansı bir ismin başqa birini daha istəyirsən, qeyri-müəyyənliyi bildirir. Zehul isə bütövlükdədir. Əvəzlik bölümündə öyrənəcəyik ki, zehulun sinonimi kimi ol, z əvəzliyindən də istifadə edə bilirik. Zehuldan sonra isim təkdə gəlir və ismi başdan ayağa, yəni mən the whole book deyəndə kitabın birinci səhifəsindən sonuncu səhifəsinə kimi nəzərdə tuturam. For example, I could say, I have read the whole book. Mən bütün kitabı oxumuşam, yəni kitabı başdan ayağa oxumuşam. The whole'dan sonra da sayılan tək isim gəlir. Növbəti bölməmizə keçirik. Növbəti bölməmiz 2, 3 və üzü yuxarı miqdar sayıları gedir. 100, 100, 1000, 1000, a million, milyon, many, çox, too many, həddindən çox, so many, elə çox, a few, az, ancaq yetəri sayda, quite a few, many'nin bir versiyası, yəni kifayət qədər olan miqdardan daha çox, numerous, bu da many mənasında çox deməkdir, daha akademik versiyasıdır. Both, hər ikisi, several, bir neçə, a və hər hansı başqaları, a number of, bir sıra, a great number of, a number of'un sifətlə təyin olunmuş formasıdır. Burada a və hər hansı başqaları, bundan sonra sayılan tək ismin olma halları yalnız qarşısında no əvəzliyi və ya hər hansı bir yiyəlik əvəzliyi gələndə daha detallı formada biz əvəzlik bölməsində izah edəcəyik. Amma burada onu deyim ki, a-zə təklikdə qarşısında hər hansı bir təyin edici əvəzlik gəlməyibsə, mütləq cəm isimlə işlənir. Ümumiyyətlə, bu kateqoriyada gördüyümüz kəmiyyət sözlərinin hər biri yalnız sayıla bilən cəm isimlərlə işlədilir. Misal üçün, nümunələrinə baxaq. 2 chairs. Və biz isim bölməsində demişdik ki, Azərbaycan dilindən fərqli olaraq İngilis dilində kəmiyyət isimdən uzlaşır. Yəni, ismin miqdarı göstərilibsə və sayılan isimcə mütləq cəmdə olur. 2 chairs, 100 pieces, 100 dənə hissə, many trees, çoxlu ağaclar, too many pages, olduqca çox səhifələr, so many friends, a few boys, numerous libraries, both rooms, several police, other villages, a number of children, a great number of shops, quite a few rooms. Burada bu kəmiyyət sözləri cəm isimlərlə işlənməklə yanaşı bir xüsusiyyəti daha var. O xüsusiyyət ondan ibarətdir ki, bu çoxlu və toplum olan miqdarlar bir işi görmək üçün yetəri qədərdir. Yəni, bəs edəcək qədərdir. Lazım olacaq qədərdir və ya daha çoxdur. Yəni, bir işi görmək üçün, bir layihəni bitirmək üçün mənə 10 dənə kitab lazımdırsa, mənim əlimdə buradakı ən az miqdar FU-nu götürsək, az ancaq yetəri sayda, bu demək ki, məndə 14-15 dənə kitab var, onu istifadə edəcəm. 4-5-in də ehtiyacı olan birinə hələ fayda verə bilərəm. Yəni, mənim ehtiyacım olandan artıqdır. Cəm isimlərlə işlənən, yəni sayılan cəm isimlərlə işlənən, bayaq FU və quite FU var idi. Diqqət elədirsə, few və quite FU, baxın, sadəcə FU və quite FU. Bunların özündən də sonra yenə cəm isim, plural noun, cəm isim gəlir və mənaları pozitivdir, çoxdur, yetəri qədərdir. Amma bunların few-nun digər bütün formatları artiklı olmadan sadəcə few, only a few və yaxud just a few, very few, so few, too few, fewer, fewest. Belə deyək, few-nun bütün artiklsız formaları və artikl'la qarşısında only və just olan only a few, just a few formaları ismi mütləq şəkildə cəmdə qəbul edir, lakin miqdarları yetərsiz olacaq. Amma ismin tək və sayılmayan olması üçün heç bir səbəb və istisna yoxdur. Hər zaman cəmdə olacaq. Few seats, only a few dishes, just a few books, very few people, so few sofas, so few, too few plants, fewer pages, fewest mistakes. Burada mütəmadi olaraq abituriyentlərlə praktikadan deyək də rastlaşdığım odur ki, çaşdırıcı versiya budur. Only'dən sonra və yaxud just'dan sonra sadəcə few yazırlar. Bu səhvdir. Mütləq burada only'dən da sonra, just'dan da sonra few olmalıdır. Yəni, e'nin işlənməsinə diqqət eləyirik. Bu kəmiyyət sözləri ismi cəmdə qəbul etsə də mövcud miqdarları tam yetərsizdir və əlavə edilməsinə ehtiyac var. Növbəti
Bu cəm isimlərlə olan işimiz idi. Deməli, sayılan tək isimləri dedik. Sayılan cəm isimləri iki kateqoriyaya ayırdıq. Pozitivi olan var idi, yəni miqdarı yetəri qədər olan var idi və cəm isimlə işlənib miqdarı yetərsiz olan var idi. Yetərsiz olan miqdar yalnız fiyu kökü ilə bağlıdır. Diqqət edirsinizsə, fiyunun formalarıdır, yetərsizdir. Fiyunun yetərli və çox olan forması sadəcə fu və quite fu'dur. İndi keçirik sayılmayan isimlərə. Much çox miqdarda, too much xeyli miqdarda, so much elə çox, a little az ancaq yetərli sayda, a great amount of çox miqdarda, a great deal of çox miqdarda. Bu cəmiyyət sözləri yalnız və yalnız sayılmayan isimlərlə işlənir, uncountable nounla işlənir. Misal üçün much furniture, too much water, so much work, a little bread, a great amount of rain, a great deal of snow. Və bunların da miqdarı yetəcək qədərdir, kifayət edəcək qədərdir. Sən bir iş görürsən və sənə un lazımdır. Həmin sənə o işi görmək üçün kifayət edəcək miqdar, bax bu miqdarlardır. Hətta pay da verə bilərsən, artıq da qalır. Yəni artıqlaması ilə var deməkdir. Eyni şəkildə sayılmayan isimlə işlənən bu cəmiyyətlərdə görürsünüz, a little az, ancaq yetəri qədərdir, düzdür? İndi baxırıq little ilə olan artiklesiz və article-dan olan only a little forması yetərsiz olan miqdardır. Little az və yetərsiz. Very little çox az. Only a little az və yetərsiz. So little elə az. Too little çox az. Less müqayisə dərəcəsi kökdən dəyişib. Least ən az üstünlük dərəcəsi o da kökdən dəyişib. Bunlardan sonra gələn sayılmayan ismi miqdarı bizə lazım olandan azdır və yetərsizdir. Lazım olandan azdır və əlavə edilməsinə ehtiyac var ki, iş tamamlansın. Əslində yadda saxlamaq üçün belə də deyə bilərik. Bu miqdarlar, yəni o yetərsiz olan miqdar o deməkdir ki, yəni misal üçün deyirsən ki, there is very little flour at home. Evdə çox az un var. Yəni un yoxdur deyəcəyimiz qədərdir. Yəni demək olar ki, un yoxdur. O olan miqdar heç bir işə yaramır. Onunla heç bir iş görmək mümkün deyil. Little juice, very little butter, only a little meat, so little soup, too little paint, less money, least food. Burada little sözünün adjective kimi balaca mənası da var ki, ona birazdan little cəmiyyət sözü ilə little balaca ismi cəmiyyət sözü ilə little balaca sifətinin fərqinə baxacağıq. İndi gəlin işlənmələrinə baxaq. Deməli, dördüncü kateqoriyaya baxırıq. Some, a lot of, lots of, such a lot of, enough, plenty of, hardly any, bu da mənfi miqdardır, yox dərəcəsində. More, daha çox, most, ən çox. More həm much'ın, həm də many'nin müqayisə dərəcəsidir. Diqqət edirik, deməli. Həm many bilirik ki, cəm isimlə işlənir, həm də much, bunu da bilirik ki, sayılmayan isimlə işlənir. Bunların müqayisə dərəcəsi olur more, üstünlük dərəcəsi olur most. Sırf more hər ikisinin, most hər ikisinin müqayisə və üstünlük dərəcəsi olduğu üçün many'yə görə bunlardan sonra plural noun gəlir. Much'a görə bunlardan sonra uncountable noun gəlir. Uncountable noun işlənir. Yəni, burada deyirik ki, bu gördüyümüz cəmiyyət sözlərindən sonra isim sayılan isimdirsə mütləq cəmdə olacaq. Qəti şəkildə single ola bilməz. Yaxud da sayılmayan isim olacaq. Sayılmayan isim də hər zaman təkdədir. Mübtədə olanda xəbəri də təkdə qəbul edəcək. Some ships, ship sayılan isimdir deyə cəmdədir və yaxud da rice, some rice deyəcəyik. A lot of goods əmtə toplu isimdir. A lot of advice sayılmayan isimdir. Such a lot of stairs, such a lot of oil, pilləkənlər cəmdədir, oil sayılmayan isimdir. Enough potatoes, kifayət qədər kartoflar, kifayət qədər şəkər sayılmayan isimdir. Plenty of bottles, çoxlu miqdarda butulkalar, plenty of salt sayılmayan isimdir. Hardly any shoes, hardly any wheat. More glasses, more pollution, most countries, most music. Deməli, bu cəmiyyət sözləri ilə olan isimlər sayılan tək formada ola bilməz.
Yəni sayılan tək isim xaric bütün isimlərlə işlənir. Əgər sayılan isimlə işlənibsə, cəmdədirsə və mübtədadırsa, xəbəri cəmdə, əgər sayılmayan isimlə işlənibsə, mübtədadırsa, xəbəri təkdə qəbul edəcək. Gəlin görək, cəmiyyət sözləri bir neçə isim gələrsə hansına aid olur? Cəmiyyət üstəgəl isim və üstəgəl of sözünü və yaxud da hər hansı başqa bir sözünü və üstəgəl yenidən isim. Bu ardıcıllıqda bir formul olarsa, cəmiyyət sözü hər zaman sözünündən gələn, istənilən sözünündən əvvəl gələn, baxın, sözünündən əvvəl gələn, yəni birinci ismə aid olur. Nümunələrə baxırıq. Many pieces of furniture. Biz bilirik ki, many cəm isimlə işlənir, biraz əvvəl öyrəndik. Furniture sayılmır. Amma pieces of furniture birləşməsində of sözünü olduğu üçün cəmiyyət, en artiklı hər zaman sözünündən əvvəlki hissəyə aid olur. Bu artikelda da deyilmişdir. A few pairs of jeans. Burada hər iki tərəf cəmdədir. Few ilə belə baxsaq ikisi də işlənir. Lakin a few bu dəfə pairs-ə aid olmuş olur. Çünki sözündən əvvəl o gəlib. So few plates of soup. A loaf of bread. Bread sayılmır. En artiklindən işlənmir. Amma oflu birləşmə olduğu üçün E artiklı loaf tikə parçaya aiddir. Bir loxma, bir tikə çörək. 3 lumps of sugar. 3 dişdən 3 parça qənd, şəkər, yəni şəkər sayılmır, amma lumps 3-yə görə cəmlənib. Another bucket of water. Bir vedrə daha su. Other fields of wheat. Buğdanın digər sahələri. A number of bunches of flowers. Çoxlu sayda gül buketləri, sözündən əvvəl bunches buketlər sözü gəlib, dəstələr və a number of-dan sonra mütləq cəm isim gəlməlidir, cəm isim gəlib. A number of-dan bağlı z number of birləşməsi var, onu da birazdan izah edəcəyik. Gəlin baxaq ikinci kateqoriyaya. Əgər cəmiyyət sözü 2, 3 və daha çox ardıcıl ortasında vergül olmayan, bağlayıcı olmayan və sözünü olmayan söz sırası ilə gələrsə, cəmiyyət sözü ən sonda dayanan ismə aid olur. Yəni, isim 1, 2 var, burada 2-yə aiddir. İsim 1, üstəgəl isim 2, üstəgəl isim 3 olarsa, 3-cüyə aid olacaq. Təbii ki, yenə deyirəm, orada həmcins formada gəlib vergüllə bir-birindən ayrılmırsa. Misal üçün, baxırıq, a police car və yaxud da one police car. Polis cəm isimdir, heç vaxt e və yaxud da one-la işlədə bilmərik. Amma polisdən sonra diqqət edirsiniz, car sözü gəlib. Deməli, polis sözü burada adjective mövqeyində maşını təyin eləyir. Yəni, bir polis maşını. Much tomato soup. Tomato pomidor sayılan isimdir, amma soup sayılmır. Much soup-a aiddir. Çünki 2 isim yanaşı gəlibsə, much ikinciyə aiddir. A number of furniture shops. A number of burada shops-a aiddir. Furniture mağazanın növünü təyin eləyir ki, nə mağazası. A little apple juice. Biraz alma şirəsi. A little sayılmayan isimlərlə juice-ə aid olmuş olur. Many bath towels. Çoxlu hamam dəsmalları. Such a lot of job offers. Such-ı da bir daha vurğulayım, 4-cü bölmədə bayaq gördük. Amma ondan əvvəlkilərdə yox idi. Çünki such cəmiyyət sözlərindən yalnız və yalnız a lot of-la işlənir. Bunu burada qeyd eləyək. Qalsın. Such a lot of xaricində başqa heç bir many, much, little cəmiyyət sözü kimi balaca mənasında işlənir. Few cəmiyyət sözləri ilə işlənmir. Yalnız və yalnız a lot of-la işlənmiş olur, işlənə bilir. Such a lot of job offers. Çoxlu iş normalda jobs olmalıdır a lot-dan sonra, amma 2 isim yanaşı gəldiyi üçün əsas sözümüz offers'dır. Such a lot of job offers. Several həmişə cəm isimlə işlənir. Silver gümüş sayılmayan isimdir, amma ondan sonra medals gəldiyi üçün biz medalsa baxırıq, silver'a aid ola bilməz. Several silver medals, bir neçə gümüş medallar. Few cardboard boxes, bir neçə, biraz karton qutular. Qutular cəmdədir. Few'dan sonra həmişə cəm isim gəlir. Gəlin ilk öncə bunlara aid bir neçə test üzərində baxaq, sonra xırda detalları izah edək. Jane, can you help me? Jane, sən mənə kömək edə bilərsənmi? Jane isə cavab verir. I'm sorry. Mən təəssüf edirəm. I have time. Mən təəssüf edirəm, mən üzgünəm deyirsə, demək ki, kömək edə bilmir. Kömək edə bilmirsə, onun zamanı var. I have time deyir. Mənim nə qədər zamanı var? Kömək edə bilmədiyinə görə demək ki, yetərsiz zamanı var. Təbii ki, vaxtı varsa da kömək etmək istəmirsə o öz yerində. Burada artıq biz test yazırıqsa prosedura uyğun. Əgər üzgünəm deyirsə, demək ki, vaxtı yox imiş.
Time sayılmayan isimdir. Few sayılmayan isimdən işlənmir. Some, a little sayılmayan isimdən işlənir. İndi baxaq. Əgər mən üzgünəm deyirsə, yəni kömək edə bilmirəmsə, vaxtım yoxdur mənim. Vaxtım yoxdursam, biraz vaxtım var. Burada gərək kömək eləyərdi. A little time desə, yetəri qədər vaxtım var. Hələ sənə kömək də eləyərəm, vaxtım artıq da qalar. Bu da mənası düz gəlmir. Amma little no-ya bərabərdir. Ona görə cavab olur Y variantı little. I have little time. Little'ın yerinə biz burada rahat olaraq I have no time da deyə bilərik. Demək ki, I have no time deyiriksə, o yetərsiz miqdardır, little olmuş olur. Növbəti testimizə baxırıq. There is light in the room. Otaqda bir müəyyən qədər işıq var. Görək bu işıq. A few, light sayılmayan isimdir. A few ilə, few ilə və many ilə işlənmir. Ona görə də little, only a little ikisi də mənfi olan miqdardır. Cavab olur 3-4. Artıq varianta əsasən cavab çıxdı. Və əgər variantda a little, much olardısa, bəs necə fərqləndirəcəkdik? Cümlənin ikinci hissəsinə baxırıq. I hardly see anything. Biz bilirik ki, hardly sözü not, inkar səviyyəsindədir. Yəni, cümlədə hansısa feilin inkar edir. I hardly see anything. Çətinliklə nəsə bir şey görürəm. Yəni, mən heç bir şey görmürəm mənasına gəlir. Mən heç bir şey görmürəm deyirsə, təbii ki, burada işığın miqdarı yetərsiz olacaq. Ona görə də cavab much variantı olsaydı belə, a little much olsaydı belə, biz little-la only a little, yəni yetərsiz olan miqdarı götürəcəkdik. Növbəti testimiz, we have got homework to do tonight. Homework sayılmayan isimdir. Too many cəm isimdən işlənir. D variantında so few cəm isimdən işlənir. Y variantında too few cəm isimdən işlənir. Lot of. Uşaqlar, lot of deyə bir birləşmə yoxdur. Ya a lot of'dur, ya da lots of'dur. Diqqət edirik bir daha. Ya a lot of olur, ya da ki lots of olur. Lots of olur. Bunları da öz yerində qarışdırmayaq. Deməli, doğru cavab bir dənə qalır. B variantı, too much homework to do tonight. Növbəti testimizə keçək. People can say that they always tell the truth. Burada people cəm isimdir. Həmişə cəmdə işlənən isimdir. Xalq mənasında təkdə də ola bilər. A little, balaca adamlar, bu biraz məntiqsiz gəlir. Balaca, həm də ki, balaca mənasında işləsək, A artiklı people aid olur. Bu tam mənasız bir şey alınır. Kəmiyyət sözü kimi də a little sayılmayan isimlərlə işlənir. Deməli, olmaz. Lot of, biraz əvvəl dediyimiz kimi, ya a lot of olmalıdır, ya lots of olmalıdır. Lot of deyə bir birləşmə yoxdur. A lots of, yenə A artiklı olanda S olmur. A lot of ya da lots of olur. Bunun da strukturu səhvdir. Və növbəti olaraq baxırıq. Little, yenə sayılmayan isimlərlə işləndiyi üçün biz orada little işlədə bilmirik. Cavab olur few variantı. Yəni, few people. Few'dan sonra cəm isim işlənə bilir. Deməli, few people can say that they always tell the truth. Az insan deyə bilər ki, o hər zaman həqiqəti deyir. Növbəti sualımıza baxırıq. There are problems. Qapağı götürək. Bunu bağlayırıq və davam edirik. There are problems. Problems cəm isimdir. Cəm isim olduğuna görə biz little sayılmayan isimlərlə işlənir, much sayılmayan isimlərlə işlənir, a little sayılmayan isimlərlə işlənir, a lot birləşməsinin isə of'u yoxdur. Deməli, ən uyğun variant a few, onun da özündən sonra qəbul etdiyi cəm isim olmalıdır, cəm isimdir. Doğru variant B-dir. Diqqət elədirsə, testlərin təhlilində biz nə elədik? Doğru variant axtarmadıq. Orada nə işlənə bilməz, niyə işlənə bilməz? Sayılmayan isimlərlə işlənən cəmiyyət sözləridir. Ona görə cəm isimlə işlənə bilmir. O variantları ixtisar elədik. A-lotun quruluşu səhvdir, ixtisar elədik. Axırda doğru variant tək qaldı. Düzdür. Normalda birbaşa cəmi götürsək, məniyə baxsaq, yenə də belə baxsaq, gəlib eyni vaxtda çıxacaq. Amma bu formada səhv niyə səhvdir analiz eləyəndə həm dərsi daha yaxşı başa düşür, həm də ki, mexaniki səhvlərdən yayınmış oluruq. İndi isə gəlin cəmiyyətin xırda detallarına baxaq. Bəzilərini vurğuladım, üzərindən bir daha da keçmiş olarıq. Deməli, cəmiyyət sözlərinə aid xüsusi qeydlər. So many, so much, so few, so little. Cəmiyyət sözləri isimlə işlənir.
Misal üçün, so many cəm isimdən sheep, orada sheep təkcə cəmə eyni olan isimdir. Deməli, so many ilə gəlibsə cəmdədir. So much cotton, belə çox pambıq, sahil isimdən işlənir. Quruluşu, strukturu düzdür. So little paint, belə az boya. So few deer, deer təkcə cəmə eyni olan isimlərdəndir və burada so few ilə gəldiyi üçün deməli cəmdədir. Amma sonun bir neçə fərqli mənası da var. Gəlin onlara baxaq. So, elə deməkdir. Özündən sonra sifət və ya zərflə işlənir. Sifətlə işləndiyi zaman isə sifətdən sonra isim qətiyyən gələ bilməz. Yəni, so, sifət bitdi. İsim gəldisə artıq o səhvdir. Çünki sifətdən sonra isim gələrsə, onun qarşısında so deyil, such əvəzliyi, işarə əvəzliyi işlənmiş olacaq. Baxırıq, so easy, so fluently, so difficult, so boring, so tall, so easy questions. Belə asan suallar deyə bilmərik. Burada so yox, such olsa düzgün olur. Amma so'dan sonra sifət və isim gələ bilmir. Qısa olaraq belə də deyə bilərik. So'dan sonra ismin gəlmə halı yalnız 4'dür. O da many, must, little, few kəmiyyət sözləri gələrsə so'dan sonra isim gələ bilir. Başqa heç bir halda so'dan sonra elə belə mənasında isim gəlmir. So'nun digər bir mənası so bağlayıcıdır və mənası ona görə də buna görə də deməkdir və iki cümləni bir-birinə bağlayır. For example, he was very clever, virgül, so all the teachers praised him. Ona görə də bütün müəllimlər onu təriflədi. O çox ağıllıydı, ona görə də bütün müəllimlər onu təriflədi və yaxud buna görə də bütün müəllimlər onu təriflədi. So, iki cümlənin ortasında işlənən bağlayıcıdır. Such. Such a lot of, elə çox deməkdir. Kəmiyyət sözüdür və a lot of-dan başqa heç bir kəmiyyət sözü such ilə işlənmir. Such a lot of wood. Wood burada oduncaq mənasında da sahil isim kimi verilib. Meşə kimi verilsəydi such a lot of woods olardı. Such a lot of jobs, elə çox işlər sahil isimli cəmdə verilib. Such much many few olmaz. Orada little yazmamışam. Niyə? Çünki little kəmiyyət sözü kimi işlənməsə də balaca mənasında işlənə bilir. Ayrılıqda such elə deməkdir və ondan sonra isim və yaxud sifət üstəgəl isim işlənir. İsimdən asılı olaraq, əgər isim sayılan tək isimdirsə, suchdan sonra en artiklı işlənir, amma digər təyin əvəzliklər kimi suchdan sonra z artiklı gəlmir. Yalnız z artiklı gələ bilən əvəzliyimiz all və both əvəzlikləridir. Such an interesting, such a man, such an interesting program, such a thing, such a man sifətsiz işlənəndə, such a beautiful flower, such difficult questions, such difficult yazıb ismi yazmasaq yanlışdır. Yəni, suchdan sonra ismin gəlməsi mütləqdir. Little az və yetərsiz deməkdir. Kəmiyyət sözüdür və sayıla bilməyən isimlərlə işlənir. Misal üçün, little sand, little soap, little butter, little bread, little traffic. Bunların artiklindən olan versiyası yetəri qədər olan miqdardır. O so ilə işlənmir, amma bunların qarşısında so işlədə bilirik, such işlədə bilmirik. Yəni burada such little sand, such little soap deyə bilmərik. Amma so little sand, so little soap, so little butter deyə bilirik. Little sifətdir eyni zamanda və balaca deməkdir. Sifət kimi sayıla bilən tək və cəm isimlə işlənir və isimdən asılı olaraq əgər sayılan tək isimlə işlənərsə en artiklı qəbul edir, artiklı qəbul edir. A little baby, balaca körpə. Little babies, balaca körpələr artiklsız. A little child, little children cəm olduğu üçün artiklsız. A little boy, little boys. Diqqət elədik bir daha ki, ancaq sayılan isimlərlə, yəni balaca sözünü özünə xarakterizə edə bilən isimlərlə işlənir. Little kəmiyyət sözü kimi such ilə işlənmir, lakin sifət kimi such ilə işlənir. Such a little water doğru deyil, amma such a little boy, balaca bir oğlan doğrudur. Such little boys, balaca oğlanlar. Deməli, little'dan sonra sayılan tək isim gələrsə o a little olur. Little'dan sonra cəm isim gələrsə o yenə balaca mənasını verir, artiklsız olur və suchla işlənir. Kəmiyyət sözləri ilə, baxın, kəmiyyət sözləri ilə isim arasında article, işarə əvəzliyi, these, that, with, those və yiyəlik, həm əvəzlik, həm də isim, apostrof S-lə olan isim və my, your, his, her, our, their yiyəlik əvəzlikləri işlənmir. Many the students, some my friends, a few these shirts doğru deyil. Kəmiyyət sözləri ilə isim arasında amma sifət və ya fe'li sifət işlənə bilər. Misal üçün, a lot of difficult problems, a little
cold water. Many filmsdir. Many interesting films. So many barren fields. Such a lot of excellent results. A few ancient buildings. A little exciting news. Some written bills. Sayılmayan isimlərlə işlənən cəmiyyət sözlərinin bəziləri zərf kimi də işlənə bilir. Misal üçün, baxın, bir daha vurğulayıram. Sayıla bilməyən isimlərlə işlənən cəmiyyət sözlərinin bəziləri zərf kimi, yəni hərəkətin miqdarını da ifadə edə bilir. Bunlardan a lot of feillərlə işlənəndə zərf xüsusiyyətini daşıyanda ofsuz olur. Sadəcə a lot olur. Misal üçün, the boy had much homework. Burada much cəmiyyət sözüdür. Homework'ın qarşısında gəlib. Amma deyirəm ki, he talked much. O çox danışdı. 2. His father gave him a lot of presents. Onun atası ona çoxlu hədiyyələr verdi. Presents, hədiyyələr isimdir, cəm isimdir. Qabağında a lot of gəldi. Amma deyirəm, he worked a lot. O çox işlədi. Work, o işlədi feilindən sonra gəldiyi üçün of atılır və a lot burada zərfdir. Cəmiyyət sözləri haqqında danışılan isim məlum olduqdan sonra ikinci cümlədə isimsiz işlənə bilər. Yəni, misal üçün, can you give me some money? Mənə biraz pul verə bilərsən? Sorry, I don't have any. Üzgünəm, mənim yoxumdur. Was there much sugar in the kitchen? Mətbəxdə çox şəkər varmı? No, only a little. Baxın, yoxdur deyir. Amma sonra deyir only a little. Yəni, yox deyə biləcəyimiz qədər azdır, kifayət qədər deyil. Tərkibində of hissəciyi olan cəmiyyət sözləri xaric, a lot of, lots of, plenty of, qalan cəmiyyət sözlərindən sonra of plus article, işarə əvəzliyi, yiyəli əvəzliyi, üstəgəl, isim və ya sadəcə tamamlıq əvəzliyi işlənə bilir. Yəni, ismi biz tamamlıqla əvəz edə bilərik, tamamlıq əvəzliyi ilə. Baxırıq, some cities deyirəm, bəzi şəhərlər. Some of the cities. Of-la işlədəndə mütləq ortada z. Some of the cities və ya some of those cities, some of these cities. Some of them əvəz eləyəndə şəhərləri zemlə artıq qarşısında təbii ki, öz əvəzliyi olduğu üçün article olmur. Many trains, many of these trains, many of them. Much bread, much of the bread, much of it. Bread sahil mensimi olduğu üçün much of them deyə bilmərik uşaqlar. A few poems, a few of his poems, a few of them. Poems cəmdədir deyə zemlə ifadə edirik. Enough, cəmiyyət sözü isimdən əvvəl, baxın, isimdən əvvəl enough money, enough students, enough books. Sifət və zərfdən sonra old enough, interesting enough, wonderful enough, quickly enough. Sifət və zərfdən sonra işlənir. Enough equipments, enough housework isimdir. Lakin tall enough, old enough, well enough sifət zərfdən sonra işlənir. A number of bir sıra deməkdir. Cəmiyyət bildirir, sayılan cəm isimlə işlənir və xəbəri cəmdə olur. A number of tourists have come to our city. Baxın, a number of tourists cəmdə, xəbərdə cəmdə. Əgər orada the number of tourists olsaydı, has come to our city olacaqdı. Baxırıq, the number of. Sayı deməkdir, yiyəlik bildirir, sayılan cəm isimlə işlənir və xəbəri hər zaman təkdə olur. Bir daha deyirəm. A number of ismi də cəmdə, xəbəri də cəmdə. The number of ismi cəmdə, amma xəbəri üçüncü şəxsin təkində olur. Təbii ki, indiki zamanda. Keçmiş zamanda isə to be-yə aid olanda. Bir daha baxırıq. A number of tourists has increased. The number of tourists has increased olmuş olur. Belə, indi bunun testlərinə baxaq. Such much pupils. Pupils cəmisimdir, muchla işlənməz. Deməli, bir səhvdir. So many friends. Many-dən sonra cəmisim gəlir. So many ilə işlənəndə cəmisim qəbul edir. Düzdür 2. A lots. Baxın, üçün quruluşu səhvdir. A ilə lots olmaz. Too many ilə cəmisim gəlməlidir. Time sayılmayan isimdir. Too much money. Bu isə doğrudur. Deməli, 1, 2, 5 doğru oldu, yox. 2, 5 doğru oldu. Çünki 1'e çıxmışdıq, much sayılmayan isimlə işlənmirdi. Növbəti, so much road accident. İki söz yanaşı gələndə dediyi ikinciyə baxırıq. Accident sayılan isimdir, muchla işlənməz. Deməli, bir səhvdir. So much unforgettable impression. Deməli, so muchdan sonra sayılmayan isim gəlməlidir. İki söz yanaşı gəlib ikinciyə baxırıq. Impression sayılan isimdir, mücərrəd olub sayılan isimlərdən idi. Deməli, muchla işlənməz, səhvdir. Deməli, yerdə 3-4 qaldı. Yoxlayaq. Much behavior.
much bad behavior. Sahil mensimdir. Düzdür. So much scientific progress. Matdan sonra progress sayılmır. Düzdür. There is fruit. Fruit bilirik ki British English'də sahil mensim kimi götürülür. Vegetables cəm isimdir. Deməli birinci sayılmayan, ikincisi isə cəm isim olan. Sayılmayan olduğu üçün such a few, ümumiyyətlə such few ilə işləmir. A-nı çıxdıq. So few-dan sonra fruit yox, cəm isim gəlməlidir. So many də eyni şəkildə çıxdıq. Such a lot of-dan sonra həm cəm, həm də sahil mensim işlənə bilir deyə D variantının birinci tərəfi fruita uyğundur. Artıq iki variant arasında qaldıq. Vegetables ikinci tərəf üçün kəmiyyət sözümüz, ismimiz cəm olduğu üçün biz so much işlədə bilmərik. Doğru cavab olur. So many vegetables in the kitchen that I don't know where to put them. Doğru cavab Y. Növbəti testimizdə how many variants are correct? Neçə variant doğrudur deyir. I need a little. A little əgər kəmiyyət sözü kimidirsə money olar. Dəqiqə, balaca bir dəqiqə də olmaz. Az dəqiqə də sayılan isimdə olmaz. Advice olar, time olar, patience olar. Deməli 4 dənəsi doğrudur. 1 minute sözü yanlış olmuş olur. Did he lend money sayıl mensimdir. Deməli bizə many olmaz. Only'dən sonra artiklı gəlir və manat valyuta sayılan isim olduğu üçün cəmlənib. A little-larla işlənməz, a little-la işlənməz. Few da artiklesız olmaz. Çünki only'dən sonra biz biraz əvvəl izah elədik. Dedik only justdan sonra mütləq artiklı gəlməlidir. Olacaq only a few manats, yəni Y variantı. Növbəti testimizə baxırıq. So much information, so muchdan sonra sayılmayan isim gəlir və information sayılmır. Bir doğrudur. Lot of'un quruluşu səhvdir. Heç ismə baxmadan biz biraz əvvəl dərsi izah edəndə dedik ki, a lot of olmalıdır ya da lots of olmalıdır. Nə E'si var, nə də sonunda E'si var. 2 yanlışdır. Only a few news. News sayılmayan isimdir. Abituriyentlərin ən çox qarışdırdığı. Azərbaycan dilində xəbərlər deyirlər ona. Cəm kimi gəlir, amma news ingilisində sayılmayan isimdir. Ona görə only a few ilə işlənməz. 3 də səhv oldu. So many stars, belə çox ulduzlar 4 düzdür. 1-4 artıq düz olub. Very little knowledge, çox az bilik 5 də düz oldu və 1-4-5 doğru variant olmuş oldu. Bir suala daha baxaq. I haven't seen Yusuf for that I have forgotten what he looks like. Variantlara baxırıq. Such long, diqqət elədirsə boşluqdan sonra zət bağlayıcı gəlib, isim yoxdur. Amma biz dedik ki, suchdan sonra mütləq isim gəlməlidir. Longdan sonra isim yoxdur. Deməli bir səhvdir. Such a long time, time sözü biz ismi keçəndə yadınızdadır. 8 sahil mensim var idi ki, qarşısında sifət gələndə artiklindən işlənirdi. Ona görə such a long time doğru variantdır. So longdan sonra long sifətdir və biz dedik ki, so'dan sonra sifət gələndə qəti şəkildə isim işlənmir. Ona görə də isim yoxdur, doğrudur. So'dan sonra heç vaxt artikli gəlmədiyi üçün 4 elə ən başından səhvdir. Digər tərəfi olmasaydı so long time, time isimdir. Sifətdən sonra isim gələrsə qarşısında yenə də so işlənməz. Hər bir halda səhv olur. Doğru variantımız 2-3. A variantı olmuş oldu. Bu da belə. Cəmiyyət mövzusunu da sizinlə bitirdik. Əminəm ki, bura qədər əgər dərsi dinləmişsinizsə, cəmiyyətdən bütün test banklarında olan testləri çox rahat şəkildə işləyəsiniz və heç bir zaman cəmiyyətdən səhviniz çıxmayacaq. Əlavə suallarınız olarsa, komment hissəsində yaza bilər və yaxud da əlaqə saxlaya bilərsiniz. Bir daha xatırladıram, bizim onlayn dərslərimizə qoşulub, bizimlə ingilis dilini 100% öyrənə bilərsiniz. Xudahafiz.